Salam qızlar, necəsiz? Ümid edirəm ki, hamı yaxşıdır. Mən çox yaxşıyam. Yəni sadəcə bir şey görə yaxşıyam, normalda yaxşı deyiləm. Deməli, Shein-dən şiqlər məhsullarım və Sephora-dan da lüks məhsullarım artıq gəlib və istəyirəm sizinlə birlikdə açam. Açmamışam. Çünki bu günə qədər gözlədiyim bəlkə ən sevdiyim məhsullar ola bilərdi, sifarişlərim ola bilərdi. Ona görə də istədim ki, sizinlə birlikdə açaq, baxaq, görək necədir. Pigmentasiyalar ilə və s. ilə bağlı olan videolar da olacaq burada, balaca göstərəcəm. Hal-hazırda sadəcə bir neçə hissəsidir. Mən ilk başlayacağım Sephora-dan aldığım məhsullarla. Çünki Sephora-dan ilk sifarişim belə bir tartın hədiyyəlik seti idi. Bunu da satacağım. Çox uyğun qiymətə satıram bu arada. Azərbaycanda lüks marka satanlar çox baxıya satır, amma mən çox uyğuna satacağım. Gördüyünüz kimi burada siz 2 ədəd göz ten paleti, 2 ədəd tuş, maskara və 2 ədəd də lip balm, yəni dodaq məhsulu görə bilərsiniz. Əlbəttə ki, rənglər fərqlidir, ten paletlərlə fərqli rənglərdir. Gəlin birlikdə baxaq bunlara. Mən özümə götürdüyümdən danışım. O birisindən baxmayacaq, çünki artıq o mənim deyil. Yəni belə etikara götürülür deyil. Ona görə də ancaq özümünkinə baxacağım. Rənglərini gəlin göstərim. How can I do that? Amma buradan açılır. Bu, belə. Olaraq əlbəttə ki, ten paletinə baxacağım. Görüm ten paleti necədir. Belə mini bir paletdir. Mini olmağına baxmayın. İçində 6 ədəd rəng var. Bu arada mən bu paletlər, ümumiyyətlə bu setə $59 pul ödəmişəm və bu da təxmini eləyir 100 neçə manat və Azərbaycana da sifariş kargosuna bir 12 ya da 13 manat. Burada əslində 1, 2, 3 ədəd parıltılı rənglər, yəni glitterlı rənglər və 3 ədəd də mat rənglər mövcuddur. Hər kəsə lazım olacaq rənglərdir. Dedim ki, bilmirəm də görünür ya yox. Yəni mən hər bir paletdə bunu tərifləyə bilməyəcəm. Oy, bahalıdır falan tərifləyim. Məncə hər bir paletdə, bir çox paletdə pigmentasiya çox yaxşı ola bilir. Bahalı paletdə pigmentasiyanı demərəm. Belə pigmentasiyası şeydir falan filan. Yəni pigmentasiya olmalıdır, bu qədər pul verirsən. Bu belə. Çox şirin qablaşması var həqiqətən və səhv etmirəmsə dəmirdir deyə. Burada yer varmış, belə çıxartmaq olurmuş. Çox ağırdır, dəhşət ağır bir maskaradır. Baxın, belədir. Sonra belə bir lip plumpdır. Deməli, bu lip plumplar buradan belə qələm kimi basırsınız, sonra çıxır. Yəni çalışın ki, bunlardan az istifadə edin, çünki geri sala bilməzsiniz. Yəni nə qədər çox çıxarsanız, bir o qədər pis olacaq ki, geri salmaq qeyri-mümkündür. Mənim iş yoldaşım bunu çox tərifləyir, deyir ki, çox gözəldir. Mən də ona güvənirəm, yəni baxacağıq birlikdə. Amma əslində indi də istifadə edə bilərəm. Gəlin, dodağımı silim, bəlkə mən salfet yoxdur burada. Nəysə, eybi yox. Biraz ucu çıxartmışam. Valla, qoxusu maraqlıya oxşamır. Qoxusu bildiyiniz karamel oxşur. Yəni, karamel qoxusu gəlir hal-hazırda bundan. Çox yağlıdır. Məncə çox glossidir. Baxacağım. Bunların 5 dənəsi hal-hazırda səhv etmirəmsə $49 satılır. Yəni biri $10 təqribən. Sonra keçirik ikinci sifarişimizə. Və keçən videomda da demişdim ki, mən belə bir məhsul alacağım. Bu Dior'un məşhur Backstage üst paletidir. Bu paleti çox istəmişəm. Əvvəllər çox yox, amma bir-iki rəfiqəm aldı. Mən də baxdım, dedim ki, okey, almaq olar. Halbuki məndə belə paletlər çoxdur. Mən bu rəngini sifariş vermişəm. Düzdür, bu rənglər arasında belə də göstərim necədir. Bilmirəm, görəcəksiniz. Yox, gəlin əlimin üstünə eləyim, niyə uzağa gedirəm ki? Bu belə. Sonra buna baxırıq. Bu belə. Məncə rəngləri o qədər də göz oxşayan deyil. Rənglər deyəndə pigmentasiya belə və belə.
Mən sizə deyə bilərəm ki, mənim bunlardan çox yaxşı, çox daha yaxşı məhsullarım var əlimdə. Yəni bir şey də aldım, amma mən onsuz da bloqumu, kameramı alandan sonra make-up məhsulları üzərində gedəcəm deyə istəyərdim ki, bu da mənim əlimdə olsun. 004 Rose Gold Glow rəngini almışam. Bu arada mən buna sadəcə bunun özünə $54, yəni daha bir 100 manat ödəniş eləmişəm. Kifayət qədər bahadır. Sizcə dəyər qızlar ya yox? Yəni kimdə var bundan, kim istifadə edir? Amma bunların hamısına birlikdə mən $59 vermişdim. Mən 2 məhsul almışdım, amma onun üzərində $100 keçmişdim deyə Fenty Beauty'nin, yəni Fenty Beauty by Rihanna, bildiyiniz kimi Rihanna'nın markasıdır. Oradan belə bir 2 milliqramlıq glossu seçdim. Yəni bunlar sample boylardır da, belə deyim, nümunə boylarımı deyim, balaca boylarımı deyim, səyahət boylarımı deyim. Belə bir boy seçdim. 0.4-dür. Bu da 0.4-dür. Yəni buna mən pul verməmişəm. Siz oradan hər dəfə Sephora'dan hər hansı məhsul alanda ona uyğun sizə hədiyyələr təklif olunur. Mən də bunu seçdim. Deməli, normalda bunların böyük boyları $22 olmalıdır aşağı yuxarı. Belə qəhvəyi tonlardadır. Sadəcə bu rəngi var idi bu arada. Belə bu rəngdə, əgər görünürsə. Deməli, bu bir dənə seçdiyim hədiyyə. Bir hədiyyə ilə bir pulsuz götürə bilirsiniz. 2 dənə də sample götürə bilirsiniz. Yəni, nəyinsə testerını götürə bilirsiniz. Mən 2 ədəd belə sample götürdüm. Biri Dior'dan, Dior'un məşhur kişilər üçün olan Sauvage. Səhv etmirəmsə belə tələffüz olunur. Sauvage duxusunu, parfümünü götürdüm. Belə içində belə var. 1 milli. Sadəcə bunun içində 1 milli duxu var. Bunu da əlbəttə ki, kişilər üçün olduğuna görə həyat yoldaşıma götürdüm. Ne deyə bilərsiniz, bu nədir, vərəqdir? Xeyr, buradan. Deməli, bu da Fenty Beauty'dən, Rihanna'nın Fenty Beauty'sinin konsilerlarından bir neçə nömrəsi belə. Bu da özdə açıq gəlmişdir. Bunu belə açırsınız, bir neçə dənəsini belə yoxluyursunuz. Baxın, məsələn, bu rəng. Bunlar mənə biraz tündür. Mən bunları bronzer, krem bronzer kimi istifadə edəcəm. Baxın, qoy elə göstərim burada. Bilmirəm, göründü ya yox. Belə bir rəng. Yəni, bunlar bizim üst ton rənglərimizə çox da deməzdim ki, uyğundur. Baya bildiniz, palçıq tonundadır. Qurur kimidir. Bilmirəm, daha ağzı açıq qaldı, nə olub. Ümumili burada 10 ədəd tester var. Yəni, bunlara baxıb siz nə lazımsa sizə hansı düşürsə, sonradan böyük boyunu sifariş verə bilərsiniz. Bu da belə. Sephora'dan məhsullarımız bitdi, amma hələ ki var, əlbəttə ki, yoldadır. İndi gəlin, mən bunlardan çox, məncə Şiqilanı sevməyəcəm. Çünki çox sevdiyim məhsullar almışam. Uzun müddətdir ki, bəzi məhsullar var idi. Yəni, belə çox tərəddüdə qalmışdım, alım mı, almayım mı? Amma bu dəfə almaq istədim və aldım. Eyelinerdir, qara rəngdə. Yadınızdadırsa, mən səhvən ağ rəngdə bunun ağ rəngini almışdım və sonradan görmüşdüm ki, bu ağ rəngdədir. Ona görə də sizin üçün çəkilişə ağ rəngi qoymuşam. Amma bir dənə söz deyim, vuran kimi heç bir yerə getmədi, yəni iki dəfə etdim. Belə bir şey. İkinci olaraq, bunu sizin üçün sifariş vermişəm çəkilişdə. Göz tempaleti qoymamışdım. Dedim ki, sizin üçün göz tempaleti qoyum. Gəlin bunu da açaq görək, bu necə bir şeydir. Əlbəttə ki, mən sifariş verəndə bilirəm ki, sifariş vermişəm, amma az qala gedirdi. Nəysə, belə bir dörtlü, balaca bir göz tempaleti sifariş verdim sizin üçün. Bu ikinci sifarişimdir. Məncə kifayət qədər yaxşıdır, şirindir. Və bunu deyim. Aha. Highlighter. Bu mənim ən çox sevdiyim, Şiqilan'da ən çox sevdiyim məhsul ola bilər. Mən bunu o qədər çox istəmişəm ki, artıq 2 il idi ki, Shein'də səbətimdə var idi. Səbətimə salırdım, çıxardırdım, səbətimə salırdım, çıxardırdım. Amma artıq dedim ki, Cəvələ kiçik məhsullar almaqdansa həqiqətən sevdiyim məhsul al. Bilmirəm, siz izləmişsiniz ya yox. Bu deyil. Demirdim mən, bundan danışmırdım. Bu deyil. Amma gəlin bundan, nəsə, olsun, eyb yox. Bunu tez bağlayaq, bura. Mən bundan danışmırdım. Sonra dedim ki, Cəlalə istədiyin bir məhsul al. Bu da deyil. Deməli, bir neçə dəfə saldım, səbətə atdım, çıxartdım. Dedim ki, lazımsızdır, çünki rəng mənə uyğun deyildi. Belə başqa, highlighter başqa rəngə çevrilirdi.
Artıq ki aldım. Bilmirəm siz baxmısınız ya yox. Bir animasiya var, çox məşhur animasiyadır. Adı da Corpse Bride gedir. Yəni ölü gəlin. Oğlan elə bir birisi dünyaya düşür necəsə, sonra bu 5.2 qramdır, kifayət qədər də çoxdur. Gəlin baxaq, oy mən bunu açmalıyam. Açmasam, bu tərəfdən açsam, olar ki, axotam yoxdur. Deməli belə, bunun üstü də çox qəşəngdir. İndi göstərəcəm niyə. Baxın, səhv etmirəmsə görünür oradan, belə görünür. Hə, ya qızıl şəkli gəlir, ya da ki kəpənəklərin. Yəni belə kardon bir materialdan hazırlanıb, içi də bu şəkildədir. Məncə kifayət qədər tanıdınız artıq. Bax, bunlardan söhbət gedir. Rəngi ağ görünsə də, başqa rəng yoxdur bu arada. Çox gözəldir qızlar. Həqiqətən dizaynı, şəkilləri çox qəşəngdir. Yəni, o qədər xoşuma gəlir ki, axır ki, o mənim əlimdədir. Okay, gəlin belə, burada belə eləyim. Baxın, burada ağ kimi görsən, amma çox qəribə rəng verir. Burada istifadə etdim. Çox qəribə rəng verir. Yəni belə bənövşəyi, mavi, qəribə rənglərdir. Mən çox bəyəndim. Nə yaxşı ki bunu almışam. Məncə çox tez-tez də istifadə edəcəm, görəcəksiniz. Mən bu dəfə Sugar'dan 3 ədəd göz paleti sifariş vermişəm. Biri sizin üçün, ikisi özüm üçün. Amma bildiyiniz kimi mən kartdan 2 ədəd göz paleti sifariş vermişəm. Nəysə, bu aralar göz paletini taxmışam. Artıq 50-yə falan o qədər taxmamışam. Belə bir göz paleti aldım. Bu paletin fərqi nədir? Glitter paletidir, yəni parlaq rənglərdir. Deməli, belə gedir adı. Glim 9 Pan Eyeshadow Palette. Ümumilikdə 10 qramdır, 1, 2, 3, 9 ədəddə şey var. Elə birinə 1 qram falan düşür dəsə. Okay. Bu şəkildə. Baxın, belədir. Yer yox deyə qolumda. Bəlkə bu qolma eləyim. Gördüyünüz kimi belə ancaq bu rənglərdir. Belə parlaq rənglərdir. Başqa rənglər yoxdur və rənglərdə bu arada bir-birlərinə çox oxşuyur. Yəni hamısını eləyə bilməyəcəm. Ən çox bunu desəm bəyənəcəm. Bir dəqiqə. Hə, qəşəng rəngi var. Artıq bunu bayaqlar gördüyünüz kimi açdım, amma baxmadım. Belə bir məhsul aldım. Bu rənglərdən 50 dənəsi var məndə, amma nədənsə aldım. Amma sizə sadəcə bunu deyə bilərəm ki, bu heç highlighter'a oxşamır. Bir dəqiqə. Baxın, bura istifadə etdim. Nə qədər görünür ya yox, aldım jəlimi bilməm necəyim. Hə, highlighter'a oxşamır. Çox da highlight eləyəcəyini düşünmürəm, amma rəng olaraq rəngə gəlin baxaq. Çox belə mat bir rəngdir, şaftalı tonlarında. Belə. Bu da belə getdi qızlar. Bunu da özüm üçün almışam, sorry. Amma sizdən 2 dənə məhsul almışam da, biri də gəlir yoldadır, dayanıb göstərirəm. İndi. Dediyim kimi bu Saint Tropez, sırtı tropez gedir rəng olaraq. Bunu da yerinə qoyaq. Sonra keçək. Bir də məhsul alaq. Bu da sevdiklərimin arasında məncə ikincidir. Bunu bilirəm nədir. Buradan çünki görünür yaşlı. Bir dənə bu şirinçəyə baxın. Xahiş edirəm. Siz buna baxmalısınız. Yəni, bu möhtəşəm bir şeydir. Anam yəqin baxacaq deyəcək, az alda, make-up məhsulları falan. Ana, sənə buradan insanların önündə şey eləmək istəyirəm ki, yəni, mən depressivləşirəm, ya depressiyaya girəndə ya oynamalıyam, ya yatmalıyam, ya da ki, nəsə almalıyam. Evlənmişəm artıq, əvvəlki kimi oynaya bilmirəm, rəqs eləyə bilmirəm. Evlənmişəm artıq, ona görə də istədiyim kimi yataqda uzana bilmirəm. Çox uzun vaxt və yaxud da işə gedib gəlirəm, çox vaxtımı alır, pilatesə gedirəm və s. Özəl dərslərim olur. Ona görə də özümü belə sevindirməyə çalışıram. Düşünürəm ki, sevindirirəm də. Nəysə, gəlin baxaq, çox danışmayım. Buna baxaq.
belə açaq. Nuvalalala. Gəl bura. Gözəl çay. Üstünə mən baxmayacağım, ilk sizə göstərəcəm. Görün necədir. Oy, biraz qırağından baxdım. Görün necədir. Şıqlənin bir neçə animasiya və yaxud da film və yaxud da nəyləsə də nə deyirlər ona? Collaborationlar olur, kollaborasiyalar, yəni işbirlikləri olur və bunlardan biri də The Wizard of Oz'dur, nədir, belə bir şey olmalıdır. Mən buna baxmamışam sözünü açıqda, baxın bu animasiyaya falan baxmamışam. Animasiyaya da oxşamda başqa bir şey oxşur, teatr oxşur. Hə, belə bir şeyini aldım, göstərim paletini. Gəlin baxaq. Birinci siz baxın. Necədir? Qəşəngdir. Necə qəşəngdir? Ay mama, bu necə qəşəngdir. Qızlar, üstündə ayaqqabı şəkilləri var bir çoxunun. Bu rəng necə gözəldir. Gəlin bir çıxqılın baxaq. Oy, bəbək pəmbəsi baxın. Belə, çox xoşuma gəldi. Belə tünd rənglər də var, nə bilim nə rənglər də var. Amma məncə favorilərim falan bunlar. Ümumiyyətlə hamısı olacaq. Biraz bu rənglərdə mən çox da haz etmirəm. Amma çox qəşəngdirlər. Allahım. Nəysə sizə qismət qızlar istəyənlərin. Amma biraz qapağı, maqnitli qapağı. Nəysə bu mənim yeni favorilərimdən biridir. Yəni normalda mən sevinməliydim. Mən sevinməliydim bunlara, amma mən bunları sevinmədim. Bunu göstərəndə Dior'um biraz belə düşdü. Onsuz da ona belə ilk baxanda bir paletka, bir rəngi belə biraz yuxarıya doğru qalxmışdı. Nə bilim, yəni təsəvvürün 100 manata nəsə alırsınız və o da qopmaq üzrədir. Hər dəfə mən çantaya atanda ürəyim yeyəcək ki, yəni bu düşə bilər də bu. Niyə belədir yəni? Niyə bu qədər keyfiyyətsiz şeylər çıxardırsınız? Dior. Düzdür, bir dəfə Dior bir məqalə yayınlamışdı Dior haqqında ki, bəs Dior'un məhsulları, əsas məsələn make-up məhsulları $5 falan başa gəlir. Amma bir $5 başa gəlsə də 50 neçə dollara sata bilirlər, sağ olsunlar. Özündən 10 qat daha çox. Hətta bəziləri var, laf baha satılır. Yəni bu mən sadəcə əksir paletindən danışıram. Həqiqətən çox əsəb oluram da. Mən buna bəlkə 15 manat pul vermişəm. Düz Azərbaycanda 37 manata görmüşəm bunu. Mən bəlkə buna 15 manat pul vermişəm, amma o qədər gözəl sarılıb, pat-patlara sarılıb, içinə qoyulub və s. Mən bu bahalı markaların, lüks markaların belə vecsiz şəkildə davranmalarına konkret dayana bilmirəm. Yəni bunlar özləri deməyə çalışır ki, onsuz da biz alıcılara da hörmət eləmirik, məhsullarımıza da hörmət eləmirik. Sadəcə markamızın adı var və biz satırıq və loxlar var, alır. Bu da mən, bir də mən. Yəni başqa heç nə. Yəni məncə şıqlan möhtəşəm bir şeydir. Gələcəkdə həqiqətən belə bu işin arxasını buraxmayıb, qəşəng videolar çəksəm, qabağa getsəm, mən həqiqətən şıqlanla bir collaboration eləmək istəyirəm. Yəni bir işbirliyi eləmək istəyirəm. Ən çox istədiyim şeylərdən biri budur. Biri çillidir, biri də sleepydir, ən çox evə lazım olur. Deməli qızlar, keçirik digər məhsula, belə bir məhsuldur. Bu sizin üçündür. Baxın, belə bir məhsuldur. Glow stick gedir adı, yəni highlighter, krem highlighterdır. Rəngi ağıymış, mən onu da belə bilmirdim. Baxın, rəngi belədir. İstifadə eləməyəcəm, çünki sizə verəcəm deyə, so I don't want to use it. Belə bir glow stickdir. Bilirsiniz, məndə bu seriyadan bir ənlik bir bronzer var. Yox, bir ənlik bir kontur var. Onları heç bəyənmirəm, amma ümid edirəm ki, bu eyni olmaz. Çünki onlarda mən nəyi bəyənmirəm? Pigmentasiyanı. Highlighter'da pigmentasiya lazım deyil, highlighter'da parıltı lazımdır. So, I think bu yaxşı olacaq. Yəni, bu da sizin üçündür. Bugün sizin üçün iki məhsul var. Biri bu, biri də bayaq göstərmişdim, bu göstərim paleti. Mən baxıram, YouTube onsuz da bizə, yəni YouTuberlara göstərir ki, bir videodan sizə nə qədər izləyici gəlib. Yəni, mən baxa bilirəm. Mən orada demişdim ki, mənə 250 izləyici bu videolardan 250 izləyici gələndən sonra orada mən görürəm ki, birindən 40 neçə gəlib, birindən 30 neçə gəlib, yəni 250 neçə gəlməyib. Yəni, bu məni doğrultmur. Mənim shortslarıma və videolarıma görə əlbəttə ki, mənim videolarımı izləyib, yəni məni izləməyə alan izləyicilər var, insanlar var.
Amma demişəm ki 250 izləyici gələndən sonra yəqin ki bu fikrimi dəyişəcəm. Çünki mən istəyirəm ki o videoya baxıb 250 izləyici gəlsin və bu haçana qədər davam edir eləsin, fərqi yoxdur. Çünki həqiqətən pul xərcləməyə çalışıram. Yəni digərləri kimi bir neçə YouTuber kimi gic-gic belə hədiyyələri atmağa çalışmıram harasa. Nə bilim biri Temudan aldığı şeyi qoyur. Adı nədir? Üz maskasını qoyur və s. Mən belə hörmətsizlik eləmək istəmirəm. Yəni halbuki yəni pulum var və almağa çalışıram. Yəni pulum var deyəndə buna büdcə ayırmağa çalışıram. Çünki gələcəkdə mən bununla pul qazanmağa çalışıram. Like it's alış-veriş dünyasında, you know. Hə, ona görə də istəyirəm ki, heç olmasa istədiyim olsun. 250 izləyici bundan gəlsin və yaxud da heç olmasa videolarıma baxıb rəylər falan yazsınlar. Əlbəttə ki, mən bilirəm ki, bir çox izləyicim var ki, onların adlarını bir-bir çəkərəm, amma həqiqətən silahı uzundur. Əvvəllər 5-3 dənə indi çoxdur, 20 plusdur. Çox yaşlı izləyicilərim var, mənə kommentlər bildirirlər, qəşəng şeylər yazırlar, xoş ifadələr bildirirlər. Amma qızlar, yenə də deyirəm, bəziləri var ki, inşallah mənə verərsiniz, mənə verin və s. kimi şeylər var. Qızlar, elə ola bilməz, çünki mən proqramlar seçəcəm və əgər proqramla seçməsəm, elə ürəyim istədiyini seçimdə belə olmaz. Həqiqətən o düzgün olmur, ona görə proqramla seçəcəm ki, adil olsun. Belə. Bu belə. Sonra ən axırıncı məhsulumuza keçirik. Bu da Şiqləmin Powerpuff Girls-lə olan bir collaboration, yəni kollaborasiyasıdır. So we are taking that out. Belə bir şeydir. Adı nə gedir? Doe Love Shimmer Blush. Yəni çətin sevgi, belə bir hard sevgi. Shimmer Blush gedir. Yəni blushlar bilirsiniz də ənlikdir, amma baked blusher və yaxud da shimmer blush bunlar biraz parlaq olan blushlardır. İndi gəlin buna baxın. Necə gözəl qablaşması var. Dəmirdir bu arada. Dəmir. Bunu da özüm almışam. Bunu da çoxdan da atırdım qalırdı. Belə bir ənlikdir. Ortaya doğru daha da tündləşir. Cəhrayın tonu tündləşir. Bu arada bu ənlik, burası ənlik deyil. Sadəcə bu ürək ənlikdir. Belə bir şey. Deyirəm, kamera sönməyib. Baxın. La. Like this. Belə pink. Çox qəşəng pink da bu. Bayağı bəyəndim. Siz necə bəyəndiniz? Yazın elə rəylərə. Bay bay qızlar. Növbəti gündə görüşərik.